Hörmətli Azərbaycan xalqı, bugün Gəncə şəhərində, Midada mənim döyüş yoldaşım olan Tahir Zeynalovun əlilliyinin kəsilməsi barəsində biz çıxış edirik. Hörmətli Tahir bəyimiz, sən 92-ci illərdə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına yaralanmışsan, ayaqlarını və gözünü itirmişsən. Xahiş edirəm, bir ayağa qalx görək. Stolu çəkin arxaya. Bir yeri görün, biraz bu üzə gəl. Əmək və Əhalinin Sosial Təminat Nazirliyi, sizdən xahiş edirik. Bu insanın 3 ildir pensiyasını kəsmişsiniz. Nəyə görə və nə üçün? Bu adam 3 ildir hardan alır pulu? 2 evladı var. Bunlar gələcəyin Azərbaycanımızın əskəridir. Nəyə görə bu insanların pensiyası kəsilməlidir? Nəyə görə bu qazilər pensiyasız yaşamalıdır? Sinənizdə taxtığınız Azərbaycan bayrağının üstündə olan qırmızı qan biz qazilərin, biz şəhidlərindir. Nəyə görə bu insanın pensiyasını 3 ildir siz süründürürsünüz? Ən çox da Ali Məhkəmənin hakimləri. Biz xahiş və tələb edirik. Bu insanın pensiyasını tezləşdirin, qaytarın. İllərlə İnzibati məhkəmə, illərlə, il yarımdır bir dənə məhkəmə bu qazinin gözü görməyən, ayaqlarını hiss eləməyən bir qazinin pensiyasını kəsmişsiniz. Məqsədiniz nədir? Bəs o sinənizə taxdığınız Azərbaycan bayrağının üstündə olan qandan utanmırsınızmı? Nəyə görə Azərbaycan xalqının bu azad, firavan yaşadığı bir gözəl həyatda nəyə görə və hansı qanuna əsasən pensiyası kəsilməlidir? Bəs bunlar nə yeməlidir? Bəs bu adam 2 evladını hazırlayır, Azərbaycanın əskəri olacaq. Bəs bu əskər indi nə yeməlidir? Bu gələcəyin əskərləri nə yeməlidir? Nəyə görə bu əskərlərin canlı, qanlı qəpik quruşla yaşamalıdır? Nəyə görə Azərbaycanın ərazi bütövlüyü uğrunda qanlı döyüşlərdə döyüşən bu qəhrəmanın gözü görmür, ayaqları işləmir, amma onun 3 ildir pensiyasını kəsib zulüm eləyirsiniz. Bəs bu hansı çörəklə böyüməlidir bunun evlatları? Özü nə yeməlidir? Xahiş edirik, Zeynalov Tahirin məhkəmə məsələsini tezləşdirin. Amin.